Bu avtobusun sürücüsü təkdir. Amma bu avtobusun tutumu 50-dən 80 nəfərə, elə vaxt olur 85-90 nəfərə çatır. Sürücünü başlayırlar təhqir eləməyə. Təhqir eləyəndə də birinin yerinə 5 ona köməkçi olaraq 5-10 üzərinə qışqırır, bağırır, çağırırlar. Təmkin olmasa burada işləyə bilməzsən. Onlar 8 saat işlədikləri avtobusda bəzən sərxoş, bəzən kobud, bəzən səbirsiz sərnişinləri mənzil başına çatdırırlar. Ən çox narazılıqları isə icazəsiz yerdə saxlaya bilmədiklərində ünvanlarına nalayiq ifadələr işlədən sərnişinlərdəndir. Qapını sındırırlar. Bir dənə cavan oğlan, onun şəklində çəkmişəm, polisə də vermişəm, onu da deyim sizə. Qapını döyür və tez qapını açıram, bir sözümü deyə bilmirəm, hamı girir maşının içinə. Habalan bir dayanın, nə olub, nə üçün sən dayanmırsan, niyə bizi bir də saxlayırsan, başlayırlar sürücünün üstə qışqırıb bağırmağa, sürücünü təhqir eləməyə. 42 ildir sərnişin daşıma ilə məşğul olan bu sürücü deyir ki, avtobusda işləyərkən gərək təmkinli olasan. Səhər-səhər ham işə gedəndə, eyni dayanacaqda bir neçə adam birdən iş vaxtı, deməli 8-9 arası başladığına görə çoxlu cəmaat yığılır dayanacaqlar. Amma bir avtobus bütün dayanacaqda olan sərnişinləri götürə bilmir. Buna görə də sərnişinlərlə sürücünün arasında müəyyən narazılıqlar yaranır. Biraz bunu anlayışla qarşılamalıdır ki, növbəti avtobus artıq boş gələcək, ona minmək lazımdır. Mən özümdən götürürəm. Mən təmkinli oluram, heç birinə cavab vermirəm, ona görə də yatqı davadan uzaqlaşıram. 8 aydır sürücü işləyən Eşkin İsmailov isə kobud danışan sərnişinlərdən şikayətlənir. Biri məsələn astronomka deyil, düyməni basmamışdan qapıyı aynanı vurur ki, saxla düşüm, yəni saxlamsın, icazəmiz yoxdur saxlamağa. Üz üstdən başda təhqir edirlər adamı, söyüş döyürlər, 1, 2, 3 adam götürə bilmir. Deyir ki, sərnişinlər həm avtobusa minə bilməyəndə şikayətlənir, həm də özləri digər sərnişinlərə şərait yaratmırlar. Minə adamlar qabaqda dayanır, yerdə adamlar var, onlar hamısı işə geyişir. Deyirsiniz ki, xahiş edirəm, kesin arxamı birinizə baxır, elə şey olmaz. Bəzi hallarda isə sürücülər məcbur olub hüquq mühafizə orqanlarına müraciət edirlər.